Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin reinkarnasiyasıdır İmam Zaman ağamız. Bəli. Və biz həmçində onu da qeyd etdik ki, Muhammed Peyğəmbər 2 yay məsafəsi qədər və daha yaxın məqama çatdı. Bəli. Yəni məxluqatdakı Allah oldu. Və İmam Zaman ağamız da həmçinin Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin reinkarnasiyasıdır və zuhur etmişdir. Və biz Əhməd Əl-Həsən əleyhissalamın Əbu Sadiq Abdullah Haşim əleyhissalama qarşılaşdığı bir hekayə var. Onu Əbu Sadiq Abdullah Haşim əleyhissalama danışır və bu qarşılaşdığı hadisə ilə bağlı oxumaq istəyərdim həmin hadisənin olduğu kimi. Və buradan biz başa düşürük ki, İmam Zaman ağamızın zuhur etməyinin səbəbi qeyd etdiyim kimi həqiqi saf mömin, təslim halında olan möminlər olduğu üçün zuhur etdi. Və İmam Sadiq əleyhissalamın dövründə o təndirə girəcək şəxslər, yəni onu kimi şəxslər artıq yetişdiyi üçün İmam Zaman ağamız zuhur edibdir. Deməli, Əhməd Əl-Həsən əleyhissalama bir nəfər yaxınlaşır. Deyir, o mənim Əhməd Əl-Həsən əleyhissalam olduğumu bilmirdi. Sadəcə olaraq məndən söhbət edirdi və deyir, mənə gəldi, dedi ki, əgər kimsə deyir mənə 10-15 il bundan əvvəl İmam Mehdinin zuhur etdiyini desəydi, buna əsla inanmazdım. Amma indi nəinki inanıram, onun zuhur etdiyinə də əminəm. Deyir, mən dedim, Sübhanallah. İmam Müsəllam buyurdu. Mən ondan soruşdum. Niyə elə deyirsən ay hacı? O da dedi ki, həqiqi mömin olan və təslimiyyət göstərən bir cəmaatdan gördüklərindən dolayı. Dedim ki, kimlərdən gördün? O dedi, Şərq qara bayraqları Əs-Saba adlı bir qrupdan, paltaqda bir otaqları var. İmam Mehdi əleyhissalamı dəstəkləmək üçün hər şey etməyə hazırdırlar. Öz-özümə dedim ki, əgər İmam Mehdi əleyhissalam zuhur etməsəydi, onda vallah təqsirkar özü olardı. Yəni ağamızı, atamız əleyhissalamı nəzərdə tuturdu. Yəni o artıq o insan belə, bu paltaqda, yəni əvvəllər belə bir qrup var idi, Şərq qara bayraqların. Biz də danışırdıq. Bəli, biz də danışırdıq paltaq qrupunda və orada deyir, mən gördüm ki, həqiqətən o İmam Zaman ağanı dəstəkləyən ənsarları var və onlar da hər şeylərindən keçmək potensialına sahibdirlər.